Üçüncü fəsil. Ertəsi gün Sirilin yaşadığı villaya gedirdim. Artıq öz intellektimin gücünə dünənki qədər arxain deyildim. Axşam şam yeməyində sağalmağın münasibəti ilə xeyli içmiş, bərk keyflənmişdim. Atamı inandırırdım ki, ədəbiyyatdan dissertasiya müdafiə edəcəm. Eruditlərin arasında fırlanacam. Məşhur və zəhlətökən olacam. O isə mənim karyerama yardım eləməkdən ötürü reklam və qalmaqalın bütün üsullarını işə salacaq. Biz bir-birimizin sözünü kəsə-kəsə, gülünç planlar qurur və gülməkdən yıxılırdıq. Anna da gülürdü, amma bizim qədər bərkdən yox və biraz da minnətlə. Hərdən mənim təkəbbürlü planlarım ədəbiyyat və adi əxlaq çərçivələrindən kənara çıxanda onun gülüşü tamam yoxa çıxırdı. Lakin bu axmaq zarafatlar bir-birimizi yenidən qazanmağımıza kömək elədiyinə görə atam elə xoşbəxt idi ki, mənə heç nə demirdi. Nəhayət məni yatağıma yatırtdılar və adyalla üstümü örtdülər. Mən hərarətlə onlara minnətdarlıq eləyir və sizsiz nə eləyərdim, deyə soruşurdum. Atam həqiqətən bilmirdi. Amma deyəsən, Annanın bununla bağlı kifayət qədər sərt fikirləri vardı. Fikirlərin deməsi üçün ona ant verdim, o da mənə doğru əyilmişdi ki, həmin anda yuxuya getdim. Gecə yarısı halım pisləşdi. Səhər yuxudan ayılmaqsa, mənim üçün heç vaxt bu qədər əziyyətli olmamışdı. Mən dumanlı baş və ağır ürəklə Şam talasına gedirdim. Nə səhər dənizini, nə də səsküylü qayalıqları görürdüm. Siril məni bağçanın doqqazında qarşıladı. O mənə tərəf cumdu, qucaqladı, rabitəsiz sözlər mızıldana-mızıldana ehtirasla özünə sıxdı. Canım, elə narahat idim ki, belə uzun müddət necə olduğunu bilmirdim. Bəlkə o qadın sənə əziyyət verirdi. Ağlıma gəlməzdi ki, özüm belə əzab çəkə bilərəm. Hər gün günortadan sonra qayıqla buxta boyunca yuxarı-aşağı üzürdüm. Səni bu qədər sevdiyimi bilmirdim. Mən də səni sevirəm, dedim. Mən həqiqətən təəccüblənmiş, mütəəssir olmuşdum. Ürəyim bulandığına, hisslərimi ona ifadə eləyə bilmədiyimə görə çox heyfslənirdim. Nə yaman solğunsan, o dedi. Bundan sonra özüm sənin qayğına qalacam. Daha səni incitmələrinə imkan vermərəm. Bu sözlərdə Elzanın aşıb-daşan fantaziyasını tanıdım. Sirildən anasının Elzanı necə qəbul elədiyini soruşdu. Onu tanışım, yetim qız kimi təqdim elədim. Siril cavab verdi. Elza yaxşı insandı. O qadın haqqında mənə hər şeyi danışdı. İnanılmazdı. O cür zərif, kübar sima var və əsl fitnə fəsadçı kimi davranır. Elza çox şişirdir. Mən həvəssiz etiraz elədim. Elə mən də demək istəyirdim ki, mən də sənə bir şey deməliyəm. Siril sözümü kəsdi. Sesil, səninlə evlənmək istəyirəm. Bir anlıq qorxdum. Nə isə demək, nə isə eləmək lazım idi. Bircə bu iyrənc ürək bulanması olmasaydı. Mən səni sevirəm. Siril başını saçlarımda gizlədərək deyirdi. Hüquqşünaslığı atıram. Mənə daimin yanında əlverişli vəzifə təklif eləyirlər. 26 yaşım var. Daha uşaq deyiləm. Tamamilə ciddi deyirəm. Sən nə fikirləşirsən? Mən ciddi cəhdlə gözəl və yayındırıcı bir cümlə axtarırdım. Ona ərə getmək istəmirdim. Onu sevirdim, ancaq ərə getmək istəmirdim. Ümumiyyətlə, heç kimə ərə getmək istəmirdim. Yorulmuşdum. Bu mümkün deyil. Mən mızıldandım. Atamla özüm danışacağım. Siril dedi. Anna razılaşmayacaq. Mən dedim. O məni hələ də uşaq hesab eləyir. Anna nə desə, atam da onu deyəcək. Mən çox yorulmuşam, Siril. Bütün bu narahatlıqlardan ayaq üstə güclə dayanıram. Elza da gəldi. Elza əynində xələt pilləkənləri enirdi. Təravətli idi.
İşıq saçırdı. Mən özümü solğun, arıq hiss eləyirdim. Onların ikisi də sağlam, işıqlı, ehtiraslı görünürdü. Və bu məni daha çox incidirdi. Elza məni oturtdu. Mənə elə diqqətlə qulluq eləyirdi ki, elə bil həbsxanadan indicə çıxmışdım. Raymond necədir? O soruşdu. Mənim burada olduğumdan xəbəri var? O, bağışlamış və ümidli qadının xoşbəxt təbəssümü ilə gülümsüyürdü. Elzaya atamın onu unutduğunu, Sirilləsə ərə getmək istəmədiyimi deyə bilmədim. Gözlərimi yumdum. Siril bir fincan qəhvə gətirməyə getdi. Elza ara vermədən danışırdı. Bir an belə susmurdu. O mənə son dərəcə ağıllı məxluq kimi baxırdı. Tamamilə güvənirdi. Qəhvə tünd və ətirli idi. Günəş də məni biraz özünə gətirmişdi. Mən çox baş sındırdım, amma bir xeyri olmadı. Heç bir çıxış yolu görmürəm, Elza dedi. Çıxış yolu yoxdur, Siril dedi. Atan onun cazibəsi, onun hökmü altındadır. Heç nə eləmək mümkün deyil. Niyə? Mən etiraz elədim. Bir çıxış yolu var. Sizin heç təxəyyülünüz işləmir. Onların sözlərimi belə diqqətlə dinləmələri mənə zövq verirdi. Məndən 10 yaş böyükdülər, ancaq bir qram da ağılları yoxdur. Bu, sırf psixoloji məsələdir. Mən etinasız səslə bəyan elədim. Bir xeyli danışdım, planımı onlara incəliklərinə qədər anlattım. Sirillə Elza axşam mənim özümün irəli sürdüyüm argumentləri deyərək razılaşmır, mən də onları haqsız çıxardır və bundan çılğın həzz alırdım. Bunu heç bir məqsəd güdmədən eləyirdim. Amma onları inandırmağa çalışarkən özüm də qızışdım. Sübut elədim ki, bu mümkündür. İndi bircə qalmışdı bunu eləməmək üçün onları dilə tutmaq. Lakin artıq əvvəlki qədər inandırıcı argumentlər tapmırdım. Mənim bu hilələrdən, fəndlərdən xoşum gəlmir, Siril dedi. Amma səninlə evlənməyin yeganə çıxış yolu budursa, mən hər şeyə hazıram. Əslində Annanın bunda təqsiri yoxdur, mən dedim. Özünüz çox yaxşı başa düşürsünüz ki, əgər Anna sizdə qalsa, siz onun istədiyi adama ərə gedəcəksiniz, Elza dedi. Yəqin o haqlı idi. Səhnəni dərhal təsəvvür elədim. Mənim 20 yaşım tamam olur və Anna gənc bir oğlanı mənə təqdim eləyir. Onun da diplomu və gələcəklə bağlı gözəl planları var. Ağıllı, təmkinlidir və təbii ki, xəyanətə qadir deyil. Zənnimcə, biraz Sirilə bənzəyir. Mən güldüm. Xahiş eləyirəm gülmə, Siril dedi. De ki, mən özümü Elzaya vurulmuş kimi göstərəndə qısqanacaqsan. Buna necə razı ola bildin? Sən məni sevirsən ya yox? O pıçıltı ilə danışırdı. Elza nəzakətlə bizi tək qoydu. Mən Sirilin gündən yanmış gərgin üzünə, qara gözlərinə baxırdım. O məni sevir. İçimdə qəribə hiss oyanırdı. Onun al-qırmızı dodaqlarına baxırdım. Lap yaxınımdaydı. Özümü daha intellektual kimi hiss eləmirdim. O üzünü azacıq mənə yaxınlaşdırdı, dodaqlarımız toxundu və bir-birini tanıdı. Mən gözlərim açıq oturmuşdum. Onun hərəkətsiz, qaynar və sərt dodaqları mənimkilərə sıxılmışdı. Budur, onlar tərpəndi, titrəməmək üçün bərk-bərk dodaqlarıma yapışdı. Sonra onun dodaqları aralandı, öpüş canlandı, o dəqiqə daha hökümlü, məharətli, həddindən artıq məharətli oldu. Və mən anladım ki, günəşin altında cavan oğlanla öpüşməyə daha çox yarayıram, nəinki dissertasiya müdafiə eləməyə. Nəfəsim kəsildiyi üçün Sirildən azacıq uzaqlaşdım. Sesil, biz birlikdə yaşamalıyıq. Mən Elza ilə oyun oynamağa razıyam. Mən isə düşünürdüm ki, görəsən hər şeyi düzgün hesablamışam.
Mən bu komediyanın ürəyi, rejissoruyam. Onu istədiyim an dayandıra bilərəm. Sənin ağlına əcaib fikirlər gəlir. Siril ağzının bir küncü ilə gülümsəyərək dedi. Bu vaxt onun üst dodağı yüngülcə yuxarı qalxırdı və o quldura bənzəyirdi. Yaraşıqlı quldura. Öp məni, mən pıçıldadım. Tez öp. Bu oyuna beləcə başladım. İstəmədən, avaraçılıqdan və maraq xətirinə. Hərdən mənə elə gəlir ki, bunu məqsədli şəkildə, nifrətdən, qəzəbdən eləsəydim daha yaxşı olardı. Onda heç olmasa təkcə özümü təqsirləndirə bilərdim. Daha tənbəlliyi, günəşi və Sirilin öpüşünü yox. Bir saatdan sonra son dərəcə pis əhval-ruhiyyədə sui-qəsdçilərdən ayrıldım. Əlbəttə, mənim kifayət qədər sakitləşdirici səbəblərim var idi. Planım uğursuz ola bilər. Atam Annanı o qədər sevər ki, ona sadiqliyini qorumağa qadir olar. Üstəlik, nə Siril, nə də Elza mənim köməyim olmadan bacarmayacaqlar. Atam təliyə düşsə, mən oyunu dayandırmaq üçün həmişə bəhanə tapa bilərəm. Hər halda apardığım psixoloji hesablamaların ədalətli olub-olmadığını yoxlamağa cəhd eləmək əyləncəlidir. Digər tərəfdən, Siril məni sevir, mənimlə evlənmək istəyir. Bu fikir ruh yüksəkliyimi qorumağa yardım eləyirdi. Əgər o 1-2 il mən həddi bulağa çatana qədər gözləməyə razı olsa, təklifini qəbul eləyəcəm. Artıq Sirillə necə yaşadığımı, onun yanında yatdığımı, ondan heç vaxt ayrılmadığımı təsəvvür eləyirdim. Bazar günləri atam və Anna ilə nahar eləyirik, mehriban cütlüklər kimi. Bəlkə hələ Sirilin anası da bizimlə oldu. Bu, bizim ziyafətlərimizə ailə ab-havası qatacaq. Terrasda Anna ilə qarşılaşdım. O, çimərliyə atamın yanına gedirdi. Kinayəli tərzdə mənə baxdı. Adətən bir gün əvvəl möhkəm içmiş adamlara belə baxırlar. Ondan gecə mən yuxuya gedəndə nə demək istədiyini soruşdum, lakin gülərək cavab verməkdən imtina elədi. Bəhanəsi də o oldu ki, xətrimə dəyəcək. Atam sudan çıxdı. Enli kürək, əzələli, mənə möhtəşəm təsir bağışladı. Anna ilə birgə çimməyə getdi. O yüngül üzürdü, saçlarını islatmamaq üçün başını suyun üzərində saxlayırdı. Sonra üçümüz də yan-yana quma sərildik. Mən ortada, onların hərəsi bir tərəfimdə. Səssiz və sakit. Elə bu anda buxtanın qurtaracağında bütün yelkənləri açılmış qayıq göründü. Ona birinci atam fikir verdi. Zavallı Siril, daha dözə bilmədi. O gülə-gülə dedi. Anna, bəlkə onu bağışlayaq. Əslində pis oğlan deyil. Mən başımı qaldırdım, təhlükəni hiss eləmişdim. O neyniyir? Atam təəccübləndi. Buxtanın qırağından keçmək istəyir. O tək deyil. İndi Anna da başını qaldırdı. Qayıq sahili dolanaraq yanımızdan keçdi. Mən artıq Sirilin üzünü seçə bilirdim. Ürəyimdə onu dilə tuturdum ki, buradan tez ötüb keçsin. Atamın qışqırığı məni diksindirdi. Halbuki artıq 2 dəqiqə idi ki, onu gözləyirdim. O Elzadır. Onun burada nə işi var? O Annaya sarı çevrildi. Misilsiz qızdı. Yəqin yazıq oğlanı kəməndinə salıb. Yaşlı xanımı da onu qızlığa götürsün deyə dilə tutub. Ancaq Anna onu dinləmirdi. O mənə baxırdı. Bizim baxışlarımız toqquşdu və mən xəcalətdən qıpqırmızı qızararaq üzümü qumda gizlətdim. Anna əlini uzatdı və boynuma qoydu. Üzümə baxın, mənə acığınız tutur. Mən gözlərimi açdım. O təşvişlə, az qala yalvarışla üzərimə doğru əyilmişdi. Anna ilk dəfə idi ki, mənə hiss eləməyi, düşünməyi bacaran varlıq kimi baxırdı. Özü də bugün. Mən inildədim
və onun əlini üstümdən atmaq üçün qəflətən atama tərəf döndüm. Atam yelkənli qayığa baxırdı. Mənim yazıq qızım, yenidən Annanın mülayim səsi eşidildi. Yazıq Sesil, bunda biraz da mən günahkaram. Yəqin o qədər səbirsiz olmamalıydım. Amma sizi qətiyyən incitmək istəmirdim. İnanırsınız mənə? O şəfqətlə saçlarımı, boynumu sığallayırdı. Mən tərpənmirdim. İçimdə əcaib bir his vardı. Dəniz çəkilərkən qum ayağın altından axanda olduğu kimi. Ürəyim məğlubiyyət arzusu, riqqət hissi ilə doldu. Mənə heç vaxt heç bir hiss, nə qəzəb, nə ehtiras belə hakim olmamışdı. Oyunu dayandırmaq, həyatımı Annanın ixtiyarına vermək, ömrümün sonuna qədər onun əllərinə təslim olmaq, heç vaxt belə dözülməz, belə hədsiz, hüdudsuz acizlik hiss eləməmişdim. Gözlərimi qapadım. Mənə elə gəldi ki, ürəyim daha döyünmür.